Salam dəyərli izləyicilər, mən siyasi bloger Elnur Əliyev. Bugün bir üzücü xəbərlə rastlaşdım. Azərbaycanın keçmiş prokuroru, Fransada mühacirli həyatı yaşayan hüquq müdafiəçisi Vidadi İskəndərli bugün dünyasını dəyişib, Allah rəhmət eləsin. Mənim burada sözüm diktator İlham Əliyevədir. İlham Əliyev, zaten sənin bu etdiklərin heç biri örtbasdır olmayacaq. İnşallah haqq öz yerini tapar. Sən zaten kişi deyilsən, həmişə də insanları yatan yerdə və yaxud da arxadan gəlib vurarsan. Allahın izni ilə Fransa Respublikası sənin bu addımlarına görə səni cəzalandırar. Sənə qarşı bir tədbir görər. Vidadi bəyin ailəsinə Allah rəhmət eləsin deyirəm. Allah rəhmət eləsin.